Salam, efirdə xəbərlərdir. Dünyaca məşhur restoranlar şəbəkəsi olan McDonald's-da yaxınlarda Azərbaycanda yaydığı açıqlama narazılıq yaradır. Şəbəkə rəsmisi açıqlamasında bildirib ki, artıq Azərbaycandakı restoranlarda təqdim edilən bütün ət məhsulları 100% halaldır. Bu cümlə ilk baxışda müsbət qarşılanacaq bir xəbər kimi görünə bilər. Amma diqqət edərkən suallar meydana çıxır. Bəs indiyədək necə olub? Məyər bu günə qədər təqdim edilən ət məhsulları tam halal olmayıb? Bu halda illərlə bu restoranlara etibar edən inanclı müştərilərə nəyə dizdirilib? Bu açıqlamadan aydın olur ki, bu günə qədər sözgedən şəbəkə restoranlarında yediyimiz ətlər halal olmayıb. Azərbaycan Yəhudi mediası yerli medialar istinadən xəbər verir ki, McDonald's illərdir halal keyfiyyətinə uyğun məhsullar təqdim etdiyini bildirirdi. İndi isə artıq 100% halal deməklə, dolayısıyla etiraf edir ki, əvvəlki dövrlərdə bu məsələ tam təminat yox idi. Yəni, minlərlə insan halal adı ilə bəlkə də qeyri-halal məhsul yeyib. Bu, sadəcə istehlakçı etimadının sarsılması deyil, dini inanca qarşı açıq hörmətsizlik kimi də qiymətləndirilə bilər. Əgər illərlə təqdim olunan məhsullar halal deyildisə, bu aldadıcı reklam, dini həssaslığa qarşı məsuliyyətsizlik və istehlakçı hüquqlarının pozulmasıdır. Suallar yaranır, görəsən Qafqaz Müsəlmanlar İdarəsi McDonald's-a halal sertifikatı vermişdimi? Veribsə hansı əsasla? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi illərdir fəaliyyət göstərən bu şəbəkənin halal olduğunu hansı mexanizmlə yoxlayıb? Halal qidalanma sadəcə dini məsələ deyil, insanın hüquqi məsələsidir. İnsanlar yedikləri qidanın mənşəyini, kəsimi, şəraitini və saxlama tərzini bilmək hüququna malikdir. McDonald's bu açıqlaması ilə ictimai etimadı sarsıda və bu sadəcə sosial şəbəkələrdə unudulacaq məsələ olmamalıdır. McDonald's bu açıqlaması ilə ictimai etimadı sarsıdır və bu sadəcə sosial şəbəkələrdə unudulacaq məsələ olmamalıdır. İndi cavab vermək növbəsi məsul orqanlarda və həmçinin sözgedən restoranlar şəbəkəsindədir. İllərlə təqdim olunan ətlər tam halal idimi, yoxsa yox? Sizinlə mən Şahin Seyidov, Azərbaycan Yəhudi mediası. Unutmayın ki, xəbərdar olmaq sizin hüququnuzdur.